Burada məsələ nədir? Bu kilsə bəlkə də xristianlıq tarixinin ən vacib obyektlərindən biri ola bilər. Müqəddəs Yelisey dediyimiz şəxs İsa Peyğəmbərin tələbəsinin tələbəsidir. Dünyanın ən etibarlı təhlükəsizlik sistemi ilə qorunan abidəyə daxil oluruq. Biz 5-6 il əvvəl gəlmişdik bura. Bu abidənin içərisində heyvan otarırdılar. Divarları yox idi, qıraqda, tövlə idi. İndi amma ki, son illərdə sağ olsunlar kənarını bərpa elədilər. İçini məsələn səliqəyə saldılar, təzə biçiblər otunu da. Yerli xristian əhali hansısa kilsəyə belə status vermək istəyəndə onu bu müqəddəs Yeliseyin adı ilə bağlayırlar bir formada. Amma bu kilsə el arasında keçən rəvayətləri də nəzərə alanda heç olmasa 1500 ildir buradadır. Bizə sadəcə nə lazımdır? Bir-iki mənbəyə istinad edib, araşdırıb buranı yaxşı formada təqdim eləmək. Əgər düzgün strategiya seçilsə, təxminən 5 ildən ya da 10 ildən sonra Oğuz bütün dünya xristianlarının ziyarət elədiyi bir yerə çevrilə bilər. Bax, buna deyirlər storytelling, yəni hekayə formalaşdırmaq. İnsanlara təqdim eləsən ki, bax, burada qədim bir bina var. Arxeoloqdan başqa heç kim üçün maraqlı olmaz bu, gəlib köhnə binanı görmək. Amma bu binanın tarixi, hekayəsi, biraz bunu daha cazib hala gətirəndə onda şey olur. Avropa ölkələrində dənizin qırağında balaca bir heykəl var. Milyonlarla insan gedir görməyə. Ona çevirə bilərik. Google xəritədə, onlayn xəritələrin hamısında da var bura. Düz yandan Əlcan çayı axır. O tərəfdə Oğuz şəhəridir. Şəhərdən maşından 2-3 dəqiqə gəlib çata bilirsiniz. Son hissə biraz torpaqdır. Oğuza gələndə gəlin baxın, yanında ağacların altında oturub Oğuzun ən gözəl mənzərələrindən birinə tamaşa edə bilirsiniz.